Hər kəsə sağ. Bugün sizinlə o çərşənbəsinə özəl, çox dadlı və görüntüsü ilə süfrəni bəzəyən bir salat hazırlayırıq. İlk olaraq 2 ədəd kartofu, 2 ədəd kökü və 2 ədəd yumurtanı bişirib soyuruq. 1 ədəd toyuq filəsini də ayrıca bişirib didirik. Bütün ərzaqları xırda-xırda doğrayırıq. Didilmiş toyuq ətini və 200 qram qarğıdalı konservasını da əlavə edirik. Üzərinə 200 qram mayonez, zövqə görə duz və istiyot qatıb yaxşıca qarışdırırıq. Salata ot formasını verirəm. Üzərini isə kraks çubuqları ilə bəzəyirəm ki, alov effektini versin. Həm çox ləzzətli, həm də süfrədə diqqət çəkən bir salat oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun. O çərşənbəniz mübarək.